pilləkənlər işləmir. Baxın, vətəndaş ya bu cür, indi mən tərsini inirəm, vətəndaş ya bu cür əziyyət çəkmək məcburiyyətindədir, ya da ki, alternativ tapmalıdır, ya yola çıxmalıdır, avtomobillərin hərəkət elədiyi hissəyə çıxmalıdır. Başqa alternativ yoxdur çünki, ya da ki, bura hər hansı bir vasitə tapıb bunun üzərindən sürüşüb aşağı düşməlidir. O da təbii ki, mümkünsüz bir şeydir. Təbii ki, natəmizlikdən danışmaq belə istəmirəm. Kifayət qədər çirklidir çünki. Divarlar bu cür yazılıb. Bu da təbii ki, baxımsızlıqdan irəli gəlir. Bax, divarların bu cür yazılı olması. Gözəl istirahət yeridir. Amma eskalatorların işləməməsi xəstə adamlara, yaşlı adamlara çox böyük problemlər yaradır. Burada fontanlar olmalıdır və fontanlar işlək olmalıdır. Amma gördüyünüz kimi fontanlar işləmir. Su olmalıdır və insanlar orada oturub dincəlməlidir. Baxın, fontanlar işləmədiyinə görə və hava isti olduğuna görə də ki, ümumiyyətlə bura heç kim üst tutmur. Oturacaqlar mövcuddur. Burada hər hansı bir problem yoxdur. Oturmaq üçün rahat yerdir. Amma oturacaqlar adətən ağac olan yerdə olmalıdır ki, insanlar kölgələnsin, kölgənin altında otursun. Amma günün altına qoyublar və nəticə göz qabağındadır.